Anan qaradır, qonşu çıxdı qabağıma, onun nəfsi filandır, mən belə oldu və düşünür və Allah da düşüncəsini doğruldur. Deyir, sınamışam, tək səbir bizə düşmür. Doğrudan da tək səbir düşmür, ona ne üçün? Çünki sınayım. Sınamasan hər şey sənə düşür. Sən ki fikirləşsən ki, vay bu tək səbir mənə nə olacaq, vay dedin ha fikrində, vay ona uyğunda hadisələr cəryan eləyəcək. Fikir bu qədər önəmlidir. Sən düşünürsən, hadisələrin hamısı o düşüncəyə uyğun tənzimlənməyə başlayır. Ona görə Peyğəmbər deyir, qara pişik də keçsə yaxşıdır, ağ pişik də keçsə, qırmızı pişik də keçsə. Pişiyin yaxşısı pisi yoxdur, hər şeydən yaxşıdır, Allahın heyvanıdır. Bir an düşünəndə ki, bu mənə düşmür, deyir, sınamışam, elə sınamaqla xarab eləmirsən hər şey. Sınamısan və düşmür dedinsə, düşüncəndən keçdisə, gəlir taleyvə təsir göstərir. Bu həm gündəlik həyatıva təsir göstərir, həm dünya